Bizim bir izlal varımızdır, bir iğva varımızdır, Quran terminləridir. Ki, Bəni Ümeyyə də, Əməvilər də İmam Hüseynə qarşı bu işi gördülər. Əməvilər ki, batil cəbhəsi idilər, İmam Hüseyn ki, haqq cəbhəsi idi. Haqqı örtmək, haqqı gizlətmək. Məsələn, İmam Hüseyn barəsində Əməvilərin izlalı, yəni haqqı gizlətməsi nə idi? Onlar gəldilər, dedilər ki, İmam Hüseyn ki, haqq idi, haqq imam idi. Gəldilər, dedilər ki, bu xaricidir. Ya gəldilər, dedilər ki, müsəlmanların xəlifəsinə qarşı çıxıb. Hər kim olursa olsun, Peyğəmbərin nəvəsi də olsa. Bu sözləri dedilər. Haqqı gizlətməyə çalışdılar. İmam Hüseynə ləkə vurmağa çalışdılar. İmam Hüseyni ləkələməyə çalışdılar. Pak insanı, pak imamı, haqq imamı. Bu izlaldır. Yəni haqqı gizlətməyə çalışdılar. Haqqı ləkələməyə çalışdılar. İkinci məsələ ki, iş ki bunlar gördülər, iğva idi. Yəni neynədilər? İğva nədir? İğva yəni batili haqq kimi göstərmək.